Topudakı riyaziyyat bərabərsizlik sualının bu boyutda izahı var. Gəlin bir də bunu izah edək. Deməli, sualımız topudan bərabərsizliklərin ətraflı həll tələb olunan sualıdır. Sual bizə şərti belə verib, deyir ki, elə bərabərsizliyi həll edin. Bunu necə həll edirik? Əvvəla dostlar, görürük ki, burada 2 dənə ifadə var. Bir, tutaq ki, bu A ifadə A vurulsun B kiçik bərabərdir 0, elə deyil. Bunun üçün biz 2 dənə hala baxmalıyıq. Hansı hallar? Biz bilirik ki, mənfini müsbətə vuranda mənfi ədəd alınır, elə deyil. Və bizə də sualın şərtdə görürük ki, bu mənfi ədəddir. Deməli, fərqi yoxdur. Ya bu mənfi, bu müsbətdir, ya bu müsbət, bu mənfidir. Ona görə də hər iki halı yazmaq lazımdır. Başlayırıq yavaş-yavaş yazmağa. Hal A. Tutaq ki, birinci hal. Birinci halda mən deyirəm ki, modulda x çıxılsın 1 böyük bərabərdir 0. 2x kvadratı üstə gəlsin x çıxılsın 1. Bu böyük bərabər 0 isə mən buna kiçik bərabər 0 deyirəm ki, müsbəti mənfiyə vuranda mənfi ədəd alın və sualımız həll olsun. Birinci hal bunu yazıram. İndi burada hər tərəfin üstünə gələn biri modulda x kiçik bərabərdir, böyük bərabərdir 1-dən və bu böyük bərabərdir əgər 1 ifadəsini alıramsa, mən burada yazıram x böyük bərabərdir 1-dən, bir də x kiçik bərabərdir mənfi 1-dən. Sonra bunun üçün bir balaca ədəd oxu yazıram, qaralayıram həm mənfi 1-i, həm müsbət 1-i çünki daxildir. X-in müsbət 1-dən böyük bərabər olduğu ifadələri burada qaralayıram, mənfi 1-dən kiçiki də burada qaralayıram və bunun həllini mən görürəm ki, nədir? Mənfi sonsuzluqdan mənfi 1-ə, 1 daxildir, birləşir 1-dən müsbət sonsuzluğa. Bunu tapdım, bu 1. İndi bunu həll edirəm. Bunu həll eləmək üçün vuruqları ayırma üsulu ilə gedirəm. Deməli, 2 ədəd elə seçməliyəm ki, hasili A vurulsunsa, yəni mənfi 2, cəmi 1 olsun. Hasil mənfi 2, cəmi 1 eləyən ədəd 2-dən mənfi 1-dir. Ona görə də 2x kvadratı üstə gəlsin 2x, çıxılsın x, çıxılsın 1 kimi yazıram bunu. 2x'i çıxartdım, x üstə gəlsin 1, çıxılsın x üstə gəl 1. Kiçik bərabər 0. Sonra x plus 1-i buradan çıxardıram mötərizə xaricinə. Burada da qalır 2x çıxılsın 1, kiçik bərabər 0. İndi bunu da intervallarla həll edirəm. Biri 0,5-dir, biri mənfi 1-dir. Qaralayıram, yazıram mənfi 1, qaralayıram, yazıram 0,5. Yazandan sonra plus, minus, plus bizə mənfi ifadə istəyir. Mənfi ifadəni də alır mənfi 1-dən 0,5-ə qədər hər ikisi daxildir. İndi hal A-da biz belə bir şey tapmışıq hər ikisi üçün, elə deyil. Bunun ortaq olanını seçməliyik. Gəlin ədəd oxunda göstərək, qoy rahat görəsin. İndi bunun kəsişməsini biz götürməliyik və görürük ki, sadəcə mənfi 1 qiymətində bu kəsişir. Deməli biz hal A-dan görürük ki, mənfi 1 bu bərabərsizliyin həllidir. İlk öncə bunu tapdıq. İndi keçirik hal B-yə. Hal B-də buna mən müsbət, buna mənfi demişdim. İndi buna mənfi, buna müsbət deyirəm. Məsələn, modulda x çıxılsın 1, 2x kvadratı üstə gəlsin x çıxılsın 1, böyük bərabər 0. Modulda x hər tərəfin üstünə 1 gəlirəm. Edir nə? Kiçikdir 1-dən və bunu da bilirik ki, necə yazmaq olar? Mənfi 1, x 1. Belə yazırıq. Bunu da ədəd oxunda əgər göstərsək, mənfi 1-dən 1-ə qədər. Bu deməli, həmin aralıq hansıdır? Bu aralıqdır. Mənfi 1-dən 1-ə qədər. Bunu bir gördük, elə deyil. İndi bunu yenə də bayaq vuruqlara ayırmışdıq, yazıram. X plus 1, 2x minus 1, böyük bərabərdir 0. Bunu belə yazandan sonra ədəd oxunda göstərirəm. Mənfi 1 və 0,5. Bunu da yenə də intervallar kimi plus, minus, plus. Buradan bizdən müsbətləri istəyir deyə mənfi sonsuzluqdan mənfi 1-ə 1 daxildir, birləşir 0,5-dən müsbət sonsuzluğa. Yəni bunu da ədəd oxunda yenə də göstərək. Biz buradan da görürük ki, 0,5-dən 1-ə qədər bu bərabərsizliyin həllidir. Burada yaza bilərəm ki, 0,5-dən 1-ə qədər. Deməli, 2 halı araşdırdıq və 2 haldan biz gördük ki, birinci haldan mənfi 1, ikinci haldan 0,5-dən 1-ə qədər daxildir alırıq. Deməli, bu sualımızın cavabı nə oldu? Mənfi 1 birləşir 0,5-dən 1-ə qədər. Toplu sualıdır, toplunun ətraflı həll tələb edən sualıdır. Bundan başqa həll yolunu bilmirəm. Özüm fikirləşdim, elə indi tapdım dərsdəyik, sinifdəyik, riyaziyyat dərsində. Məncə elə sırf blok 1 və yaxud da blok 2-də çətin sual kimi düşə bilər. Buraxılışda qətiyyən belə sual düşməz. Çünki heç orada yerləşdirə bilməzsiniz burada izahı. Amma blokda bir tər indi deyirlər ki, yerləşdirəsiniz. Sual çox qəliz sual deyil, amma çətin sualdır. Çətin sual kimi düşə bilər. Ümid edirəm başa düşdünüz. Nə aydın, nə qaranlıq qalsa əgər sual izah soruşa bilərsiniz rəylərə. Təşəkkürlər.